Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi ən çox aşağı ərazilərdə, daha dəqiq desək, Salyan və Neftçala rayonlarında hiss olunur. Sakinlərin dediyinə görə yanvar-fevral aylarında çayda su səviyyəsi yuxarı olub. Lakin indiki vəziyyətdə o qədər də ürəkaçan deyil. Belə ki, çayda irili xırdalı adalar və yarımadalar əmələ gəlib. Eyni zamanda su nasoslarının məhsuldar işləməsində çətinliklər yaranıb. Böyük nasosların qarşısında dib dərinləşdirmə işlərinə başlanılıb. İndi bol sulu olan vaxtı, yağışların o qədər qar olduğu işdə hamı ümid edir ki, kür demək olar daşacaq. Bunun biz nəticəsini görmürük, əksinə kür aşağı düşür günü-gündən. Həyətyan sahələr üçün birazdan çətin olacaq, hətta həyətyanın deyək, onu bir təhər eləmək olar. Amma pay torpaqları üçün mütləq su lazımdır. Cəmaət yolunu əkib, taxıl əkib, pambıq əkənlər var. Kürün səviyyəsinin aşağı düşməsi cəmaət üçün çətinlik yaradır. Xüsusən Salyan cəmaəti kürün qırağının nasoslardan istifadə edirlər. Bu nasosları da istifadə edən cəmaət bu yer palçıq olanda görürsən ki, nasosu daha qabağa çəkib gətirmək olmur. Ekspert Allahverdi Piriyev bildirir ki, normalda Kür çayı yaz aylarında bol sulluk dövrünü yaşamalıdır. Lakin çayda suyun səviyyəsi azalmaqda davam edir ki, bunun da bir çox səbəbləri var. Bilirik ki, Kür təkcə Azərbaycana məxsus deyil, 3 ölkədən keçir. Amma bunun suyunun bolluğu bir regional, bir qlobal bir məsələ yaradır ki, hər dövlət özü üçün su ehtiyatlarının onun gələcək istifadəsi üçün baza yaradırsa, bu Kürdən istifadə edir. Kürün uzun müddət sulu olması üçün qar dağlarda çox mükəmməl əhəmiyyət kəsb edir. Çünki il boyu əridikcə o tənzimləyir. Sel suları isə Kürü sadəcə olaraq 5 gün, 10 gün, uzaq 15 gün gəlib o sel şəklində gedir, o müvəqqət edir. Məsələn, biz məişətdə, həyətyanı sahələrimizdə suyu istifadə edəndə qənimətlə istifadə eləməliyik. Bilməliyik ki, bu suyu ilahi bizə bəxş edibsə, o hansı proseslərdən keçirir sonra bizə qayıdır. O baxımdan məişətdə elə cihazlardan istifadə eləmək ki, suya qənimətlə istifadə edək. Həyətyan sahədə, əkində yeni texnologiya tətbiq eləmək lazımdır ki, onlar, məsələn, bir ay ərzində bəlkə də bu günləri 5 gündə o su istifadə olunur, qutarır. Amma biz əksinə eləməliyik. Mən inanıram, gələcəkdə Kürün sağlığına da nail olacaq. Gələcək nəsələ sağlam iqlim olması üçün biz Kürdən səmərəli istifadə edəcəyik. Ekspert bildirir ki, Kürdə suyun səviyyəsinin kəskin az olması təkcə insanlar üçün çətinliklər yaratmır, həm də çayın bioloji resurslarına da ciddi təsir göstərir. Qeyd edək ki, martın əvvəlindən indiyədək Kürdə suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb. Mühafizə bəndi ilə çayın arasındakı məsafə 12-15 metrə çatıb.